Ayın 7-sində UFC təşkilatının 16-cı peşəkar turniri keçirilib. Videoya keçmədən əvvəl bu işdə əməyə keçən hər kəsə təşəkkürümüzü bildiririk. Azərbaycanda gənclər üçün faydalı və inkişafa yönümlü addımlar düşünürəm bizi mütləq inkişafa daşıyacaq. Nəysə çox uzatmadan keçək videoya. Bugün turniri və döyüşləri ətraflı analiz edəcəyik və ənənəvi olaraq bəyəndiyimiz favorit 3 döyüşü seçəcəyik. Kartda açılışı Əli Məmmədov və Cəsarət Yusubov edir. Amma dünya çempionu Əli Məmmədov 3-cü raundda döyüşü boğucu fəndlə bitirməyi bacarır. Əli Məmmədovu təbrik edirik. Parlaq gələcək vəd edə bilən idmançılardandır. Ancaq Cəsarət qardaşı da həm cəsarətinə, həm də əzmkar döyüşünə görə təbrik edib növbəti döyüş haqqında danışmaq istəyirəm. Yaşları çox gənc olmasına baxmayaraq çox texnikalı və təmkinli döyüş göstərən Nihat və Abbasın qarşılaşmasında Abbas 3-cü raundda əvvəlcə öz xeyrinə dəyişərək boğucu fəndlə qalib ola bilir. Və hər 3 raundda hər iki tərəf olduqca keyfiyyətli döyüş göstərə bilirlər. Ümid edirəm bu yolda ciddi olub, gələcəkdə xarici arenalarda bizi təmsil edə bilərlər. Aqil və Samir arasında olan döyüş komediya janrında idi desək yerinə düşər. Samir ayaqüstə keçən döyüşün birinci raundunda TikTokda video paylaşmalı olduğunu xatırlayaraq ringin ortasını işarə edir ki, Max Holloway-ə göndərmə etsin. Ancaq bunu bir o qədər də uğurlu edə bilmir. Hətta zərbənin təsirinin arxasını dönüb gedəndə də əli ilə yeri işarə edir. Bəlkə də rəqibinə onu yerə salmalı olduğunu göstərmək istəyir. Max Holloway o cür edəndə qeycini aşırtsa da, Samir üçün işlər tərsinə olur və aşan tərəf təəssüf ki özü olur. Bir halda Samir bu işi peşəkar şəkildə görmür fikrimcə. Çünki əgər görürsə istəyinə bu cür çata bilməyəcək. Bu döyüş haqqında bu qədər. Sonrakı döyüş haqqında danışaq. Belə ki, Əhməd Ağa və Rəmzi arasında keçən 3 raundluq gərgin mübarizənin qalibi xal hesabı ilə Rəmzi Məmmədov ola bilib. Ancaq hər iki tərəfi döyüşdə aktiv iştirak etdiklərinə görə təbrik edirik. Daha sonra Pirəli və Atamalı arasında keçən döyüşdə Pirəli birinci raundda boğucu fəndlə qalib ola bilib. Döyüş haqqında ona demək istəyirəm ki, Pirəli yaşına və çəkisinə görə olduqca fizikli idmançıdır və bu idmanda bu çox önəmlidir. Çünki Atamalı döyüş texnikası olan idmançı olsa da Pirəli ilə bu bir o qədər də işə yaramadı. Bunun səbəbi isə açıq fiziki üstünlük oldu. Budur ki, idmançılarımız fiziki məşqlərə diqqətli yanaşmalıdırlar. Xəyal Neftəliyev və Elmir Cəfərov arasındakı döyüşü analiz etməli olsam, bu döyüş mənə 20 yanvardakı manatlıq taksilərin davasını xatırlatdı. Elə ki, Elmir 35 yaşında və bir qədər qəfəsdə təcrübəsi olan idmançıdır. Xəyal isə bu işə könül vermiş, ancaq hələ yeni başlayan birisidir. Bu onun döyüşdəki texnikasından açıq-aydın görünürdü. Xəyal üçün demək istəyirəm ki, həvəsdən düşməsin, ancaq rəqib seçimində bir qədər diqqətli olsun. Elmir qardaşı isə təbrik edirik. Ancaq sevincini etmək üçün qəfəsə çıxanda bir qədər çətinlik çəkir. Düşünürəm artıq yaş öz sözünü deyir. Ağır çəkillərin mübarizəsində isə Elkin Babayev və Tural Məmmədov qarşılaşırlar. Qarşılaşmanın qalibi ilk raundda texniki nakavtlı Elkin Babayev olur. Doğrusu nəticə məni təəccübləndirmir. Çünki ağır çəkil olmasına baxmayaraq Elkin Babayev ayaqlarda hərəkəti, texnikası və sürətli əl zərbələri ilə fərqlənməyi bacarırdı. Düşünürəm ki, Elkinin potensialını özü kimi təcrübəli idmançılarla daha yaxşı ortaya çıxarmaq mümkündür. Tural qardaşa isə uğurlar. Ancaq bir nüans diqqətimi çəkdi. Döyüşçülərin təqdimatında Turalın 21 yaşı olduğunu gördüm. Yəni əgər Turalın 21 yaşı varsa, onda yəqin hər bir halda mənim 14 yaşım var. Keçən seriyanın ulduzlarından olan Şamil Adıbayev bu səfər ürək istəyən kimi döyüş göstərə bilməyib. Elə ki, Rəsul Rahimovla qarşılaşmalı olan Şamil, Rəsulun zədə səbəbi ilə döyüşdən çəkilməsindən sonra döyüşə çox az qalmış döyüşü qəbul edən və bir qədər təcrübəsiz olan idmançı ilə qarşılaşmalı olur. Təbii ki, döyüşdə Şamil heç təngə nəfəs belə ola bilmir. Gibi isə cəsarətli addımına görə təbrik etsəm də, bu kimi addımlar onun karyerasını zədələyə bilər. Bil üçünsə məncə artıq xarici arenalarda çıxış etməyin vaxtıdır. Bəli, indi isə zaman həyəcan zamanıdır. Belə ki, artıq gecənin favorit üçlüsünü sıralayacağıq. Deməli, 3-cü sırada gecənin son döyüşü olan təcrübəli idmançı Marat Səfərov və gənc olmasına baxmayaraq tanınan Nihat Quliyev arasındakı döyüşü qoyacağıq. Döyüş haqqında danışası olsaq, Marat öz təcrübəsini danışdırmağı bacarır. Öz fərqini göstərir, ancaq bu onun döyüşü qalib başa vurmasına kifayət etmir. Çünki Quliyevin özünə xas fiziki gücü və yorulmaması onu həlledici raundlarda qalib tərəf edə bilir. Buna baxmayaraq hər iki idmançımız fikrimcə bizi xarici arenalarda təmsil edə biləcək güclədir. Hər ikisini təbrik edir və uğurlar arzulayır. İkinci sırada Ninja ləqəbli Əjdər Babayev və Ədalət arasında olan döyüşü qoyur. Əjdər fikrimcə öz enerjisini auditoriyaya yansıdır. Estetik döyüşür və işi bitirməyi bacarır. Əjdərin güləş və yer oyunu bir o qədər də yaxşı olmasa da Ədalət bunu istifadə edə bilmir və Əjdər ayaq üstə döyüşü nakavtla bitirməyi bacarır. Bundan başqa o döyüş sevinci ilə də yadda qala bilir. Əjdər üçün fikrimcə xarici arenalarda çıxış etmək bir qədər tez olsa da, tez qəfəsdə olub təcrübəsini artırmalı olduğunu və bayrağımızı xarici arenalarda dalğalandırmalı olduğunu düşünürəm.
Birinci sırada isə Mürvət və Fərhadın döyüşünü qoyacağıq. Qanlı, həyəcanlı və hər iki tərəfin qalib olma arzusunu yansıda bildiyi bir qarşılaşma idi. Döyüşün qalibi xal hesabı ilə Mürvət olur və fikrimcə bu qələbəni haqq edir. Fərhadı da nəzərdən qaçırmamaq lazımdır deyə düşünürəm. Bəlkə bu səfər Fərhad öz potensialını və döyüşçü ruhunu ortaya qoya bildiyi rəqiblə qarşılaşaraq fikrimcə özünü sübut edə bildi. Oradan da həyəcan verici idi. Fərhad döyüşməyi sevən, əzmkar və dözümlü idmançı. Bizə bu yolda davam etməlidir, ancaq fiziki və texniki tərəflərini artırmalıdır deyə düşünürəm. Mürvət üçün isə onu demək istəyirəm ki, fikrimcə Mürvətin daha asan qələbə qazana biləcəyi döyüş olsa da, Mürvət tam formada deyildi. Qəfəsdə bu onun əleyhinə olsa da, nəticədə qalib tərəf ola bildi. Mürvət yüksək texnikalı və enerjisini yaya bilən idmançıdır. Fikrimcə qəfəsə yaraşır. Bütün idmançılara həm təşəkkür edir, həm də uğurlar arzu edir. Azərbaycanımızı bu cür işlərdə göstərə bilməyimiz onların əziyyətidir. Ona görə də yola davam. Turnirin çəkilişləri yaxşı olsa da, arxa plandakı səsləndirmədə problemlər olması fikrimcə peşəkar turnir üçün mənfi alır. Ümid edirik bu problemi gözdən keçirərlər. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın və salamat qalın.